Kör bağırsağı əməliyyat olunmuş uşağın gələcək həyatında bir risk varmı? Və yaxud da o apendisit dediyimiz, o kör bağırsaq dediyimiz olmayan uşaq nədən məhrum olur? Fiziolojik olaraq nəyi itirə bilər? Konkret olaraq itirə biləcəyi bir şey yoxdur. Çünki apendiks çıxıntısında bəzi qan yaradıcı sistemə dəstək olan hüceyrələr formalaşır. İmmun sistemə, immunitetə dəstək olan hüceyrələr formalaşır. Amma nəzərə alsaq ki, orqanizmdə bunu yerinə yetirəcək ən az 10 baş orqan var. Yəni apendiks olmasa da, misal üçün sümük iliyidir, timusdur, dalaqdır, digər limfa düyünləridir. Bu işi öz üzərinə götürə biləcək. Digər problemlər nə ola bilər? Əməliyyatdan sonra deyək ki, bir insan apendisit olur, əməliyyat olur. Qarın içi yapışıqlıqlar ola bilər də, spaykalar deyirlər. Məsələn, ümumiyyətlə 30-40% insanlarda əməliyyatlardan sonra xroniki qarın ağrıları qala bilər. Xüsusilə periforasiya olmuş, deşilmiş apendisitlərdən sonra. Qız uşaqlarında apendisit əməliyyatından sonra, xüsusilə deşilmiş apendisitlərdən sonra uşaqlıq borularında yapışıqlıqlara bağlı gələcəkdə uşaqlıqdan kənar hamiləlik riskini hədsiz dərəcədə yüksəltmiş olur. Yəni bu problem. O da bununla əlaqəli olaraq sonsuzluğa gətirib çıxara bilər. Yəni birbaşa sonsuzluq səbəbi deyil, amma uşaqlıq borularının yapışmasına səbəb olur. Ektopik hamiləlik dediyimiz uşaqlıqdan kənar hamiləlik riskini artırır və xroniki qarın ağrısı ehtimalını artırmış olur.